Salam, hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilərimiz. Xüsusilə sahibkarlar ekrana yaxın əyləşin. Hal-hazırda gəlmişəm Qax rayonunun ən möhtəşəm ərazilərindən birisində sizlər üçün möhtəşəm bir fermanı çəkim, reklam edim. Sənəd üzrə 6 hektar, faktiki 7 hektar sahəsi olan fermamız bütün təchizatıyla hal-hazırda işlək vəziyyətdədir. Yanından çay keçir, su keçir və içməli suyu var, işığı var. Gecə görüş, gündüz görüş kameraları var. 3 faza işığı var. Bütün təminat qaydasındadır. İndi isə gedək ərazi ilə tanış olaq. Dəyərli izləyicilərimiz, ferma var. Bu fermada həm cücə istehsalı, həm çolpa istehsalı, həm iri buynuzlu və xırda buynuzlu heyvan saxlamaq üçün xüsusi damlar, həm balıq gölü, eyni zamanda induşka və toyuq cücə saxlamaq üçün xüsusi fermalar var. Eyni zamanda hörmətli dəyərli izləyicilərimiz, fermamızın daxilində 2 ev var və girişdə orada gözətçi üçün xüsusi ev var, ofis var və ərazi ilə mən sizi yavaş-yavaş tanış edəcəm. Operatorumuz getdik əraziyə. Fermanın daxilində eyni zamanda istixanalar var. 6 ədəd istixanamız var. 3'ü hazır vəziyyətdədir. 3'ü isə baxın dəmir konstruksiyası qurulub. Necə lazımdır? Əhatələyin və istədiyiniz meyvə tərəvəz yetişdirə bilərsiniz. Dəyərli izləyicilərimiz, burada əyləşib çörək yemək üçün, istirahət etmək üçün xüsusi güşə var, göstərim. Əsas məsələ sudur. Su daimidir. Həm içməli su, həm eyni zamanda ərazini sulamaq üçün. Getdik əraziyə. Söylədim ki, buranın işığı, suyu daimidir və işıq sönərsə, böyük bir generatorumuz var. Bütün fermanı əhatə edir. Gedək, eyni zamanda cücə istehsalı ilə məşğul olan inkubatorumuza. İnkubatorumuz 30.000 yumurtanı istehsal edə biləcək vəziyyətdə, hal-hazırda işlək vəziyyətdə, onu söyleyeyim sizlərə. Və bunlar bizim aparatlarımızdır. Sonunda 2 aparatımız, burada 20 gün cücə qalır. 20 gündən sonra cücələr o aparata yığılır. Cücə istehsalı ilə məşğul olanlar bunu yaxşı bilərlər. Hal-hazırda işlək vəziyyətdədir. Hal-hazırda gəlmişəm, fermanın mərkəzindəyəm. Burada arı saxlamaq üçün xüsusi şərait var. Ferma ərazisində 4 saxlama ambarı var, onu sizlərə göstərim. Burada böyük, görürsünüz, üzüm bağı var. Gördüğünüz bu formada və fermada 600 ağacdan çox meyvə bağı var. Meyvələr alma, armud, gilas, zoğal, istənilən şaftalı, ərik, istənilən meyvə ağacı mövcuddur. Və hal-hazırda gəlmişəm, operatorumuza xahiş edəcəm, meyvə bağında ümumi göstərsin. Baxın, bizim burada əkin sahəmiz də var. 2 hektar əkin sahəsi var. Onu sizə göstəreyim. Bu ərazi ümumiyyətlə o gördüyünüz ərazi, əkilən ərazi yalnız əkin üçün nəzərdə tutulub və hal-hazırda mən evlərin ən böyüyündəyəm. Gəlmişəm. Burada evlərdə xüsusi şərait var. Qapı bağlıdır, ancaq evlər tam yaşanıla biləcək vəziyyətdədir. Hətta konserinə qədər var. Bu evimizin çöldən görünüşü, işığı, suyu, kondisioneri də var, otaqları, 3 otaqlı evdir, 100 kvadrata bərabər evdir. Hal-hazırda tam yaşayış var. Fermanın daxilində 5 ədəd, hər birisi 10.000 cücə istehsalına hal-hazırda hazır vəziyyətdə olan 5 ədəd görürsünüz tikililərimiz var. Tam təchizat, havalandırması, soyutma sistemi, suyu, işığı tam qaydasında olan fikirlərimizdir və gedək eyni zamanda cücələri, çolpaları görək vəziyyət necədir. Hörmətli izləyicilərim, bunların gözəlliyinə baxın, bunların şirinliyinə baxın. Söylədim ki, istilik hal-hazırda var. Xüsusi onların dərmanı, yemi hal-hazırda gördüyünüz kimi cücələrimiz hər bir ferma 10.000 cücə yetişdirə bilir.
Gəlmişəm iri buynuzlu heyvanların yetişdirilməsi üçün olan fermalarımıza. Gördüyünüz bu formada 4 böyük tikili var. Ümumi ot saxlamaq üçün də şərait var. Burada da həmçinin gecə görüş, gündüz görüş kameralarına qədər, işıq sisteminə qədər hazır vəziyyətdədir. Orada bir evimiz var. Nəyə görədir evimiz? İri buynuzlu heyvanlara baxan işçilər bu evdə qalırlar. Evin tam şəraiti var. Və eyni zamanda burada xüsusi bir bölmə var ki, süd məhsullarını hazırlamaq üçün tam şərait hazırlanıb və bütün normalara riayət olunaraq. Valla çox yerlərdə çəkilişdə olmuşam, ancaq bu cür şəraiti olan ferma görməmişəm. Görürsünüz, yem üyüdən və ot üyüdən draqilkalarımız və eyni zamanda mən söylədim ki, ərazidə saxlama anbarları var. Ən böyük saxlama anbarlarından birisi budur. Taxıl məhsullarını saxlamaq üçün xüsusi böyük bir anbar, 500 kvadrata yaxın ümumi ərazisi var. Valla çalışıram ərazini bütün gəzim sizə göstərim, ancaq bacarmıram. Yenə gəlmişəm istixanalarımıza. Həqiqətən müasir standartlara cavab verə bilən bir istixanalardır. 6 ədəd istixanamız var. Ancaq siz istəsəniz bundan da müasirini burada işə başlata bilərsiniz. Nəyə görə? Çünki şərait hazırda qurulub. Betonla tökülüb, eyni zamanda profilləri möhkəm profillərdir. Geniş bir sahədir, plastik qapısı, pəncərəsi hazırdır, işıq sistemi hazırdır. Nə deyək? Gəlin yaxın. Baxın, bu gözəllik harda var? Burada ürəyinizə istirahət edin. Gəlin. İşçilərinizlə birlikdə həm söhbət olun. Sahibkarlar, buranı almaq lazımdır. Gəlin alın da qardaş. Suyu. Bax. Bal kimi. Sabun qaldı. Vallahi qardaş, burada insan qocalmaz. Özünüz üçün şəxsi göl. Sahibkarlar, nə istəyirsiniz? Hətta daxilində ada da var. Balaca adacıq var. Burada sazan balığı və belomor balığı yetişir. Gəldiniz burada bir gözəl səmovar çayı, çərək mürəbbəsi ilə. Vay. Yekun qiymətə gələk. Nəhayət qiymət sizlər üçün maraqlıdır. Qiymət 680.000 manat. Alqı-satqı xərcləri bu qiymətə daxildir. Və real müştəri olarsa, real müştəriyə həqiqətən xüsusi endirim olacaq.